Və həmçinin qardaşlar, bilmək lazımdır ki, dua bir çox əməllər kimi böyük ibadətdir. Ona görə sən dua edəndə ən birinci niyyətin Allah'a ibadət eləmək olmalıdır. Bəzi insanlar kimi dünya üçün ancaq dua edirlər. Problemləri olanda. Lakin başqa vaxt dua eləmir. Bu yanlışdır. Əgər Allah subhanahu wa ta'ala sənə nəsib edib və sən Allah'a dua edə bilirsənsə, bu böyük nemətdir. Ona görə Ömər ibn Xattab radiyallahu anh deyir ki, İnni la ahmilu hammel icabə. Baxın, Ömər ibn Xattab deyir ki, mən dua edəndə Allah subhanahu wa ta'ala onun icabətini fikirləşmir. Yəni, əsas mənim üçün odur ki, Allah mən nəsib edeyim Allah'a dua etmək. وَلَكِنِّي أَحْمِلُ هَمَّ الدُّعَى. Mənim maraqlanan odur ki, mən Allah'a dua edirəm ya yox. Niyə görə? Deyir sonra radiyallahu anhu فَإِذَا أُلْهِمْتُ الدُّعَى فَإِنَّ الْإِجَابِ مَعَهُ. Çünki həqiqətən Allah əgər məni nəsib edibsə, ondan istəmək icabət olacaq. İcabət olacaq. Ona görə Şeyhülislam İbn Qayyim rahimehullah dua barədə danışanda deyir ki, Allah subhanahu wa ta'ala hər şey üçün bir səbəb yarattı. Tox olmaq üçün yemək səbəbdir. Susuzluğu yığışdırmaq üçün su içmək səbəbdir. Bu dünyada Allah subhanahu hər şey üçün səbəb yarattı. Sonra deyir ki, dua da nemətlərə çatmaq və bəlalardan qorumaq üçün bir səbəbdir. Ona görə deyir, Allah əgər kiməsə ilham edib, görsədib, qismət edib dua etmək, məsələn, hansı bir bəla geçsin və yaxud nemət gəlsin, o deməkdir ki, Allah subhanahu o neməti onun üçün istəyir. Və o bəlanı istəyir, ondan götürülsün. Ona görə ona nəsib edib ki, dua eləsin.